Salam. Bugün coğrafi koordinatlar mövzusunda sınavımıza baxırıq. Mövzu sınavıdır. İkinci sınavımızdır bu və birinci sualdan başlayırıq. Birinci sualda deyir ki, coğrafi koordinatları 30 dərəcə şimal enliyi, 60 dərəcə şərq uzunluğu olan məntəqə Bakıdan hansı istiqamətdə yerləşir? Bakının koordinatları 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. Məntəqəmiz isə 30 dərəcə şimal enliyi, 60 dərəcə şərq uzunluğudur. Yəni, burada yerləşir məntəqəmiz, bu hissədə isə yerləşir Bakı şəhəri. Bizə deyir ki, Bakıdan hansı istiqamətdə yerləşir bizim məntəqəmiz? Deməli, cənub-şərqdə yerləşir. Yəni, Y variantı. İkinci suala baxırıq. Səyyah Bakı şəhərindən 180 dərəcə azimutla hərəkət edərək Bakı 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunda yerləşir. 180 dərəcə azimutla hərəkət edibsə, cənuba doğru hərəkət edir. Və enliklər dəyişir cənuba doğru hərəkət edən zaman. Meridian üzərində hərəkət edir. Və 6660 km hərəkət edibsə, dərəcəsini tapırıq. Biz bilirik ki, meridian üzərində 1 dərəcəmiz 111-dir. X də bərabərdir. 6660-ı 111-ə bölürük. 60 dərəcə alırıq. Deməli, 40 dərəcə buradan, 40 dərəcə Bakıdan cənuba doğru hərəkət edib və 6660 kilometr hərəkət edib. Dərəcəyə çevirdik. 60 dərəcə hərəkət edib. Əvvəlcə gəlir ekvatora doğru 40 dərəcə. Ekvatordan cənuba isə 20 dərəcə gəlir. Deməli, 20 dərəcə cənub enliyinə gəlib çatır. Məntəqəmiz bu hissədədir. Deməli, coğrafi koordinatlarını istəyirsə 20 dərəcə cənub enliyi, 50 dərəcə şərq uzunluğu olur. Baxırıq digər suallarımıza. Üçüncü sual. Üçüncü sualda A məntəqəsi 50 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğunda yerləşir. 50 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğunda yerləşir. B məntəqəsi isə 70 dərəcə şimal enliyi, daha sonra 60 dərəcə qərb uzunluğunda yerləşir. Deyir ki, A-dan B-yə doğru ən qısa məsafə xəritə üzərində 33,3 santimetrdir. Miqyası tapın. Biz baxırıq ki, məntəqələr nə eyni meridian, nə də ki, eyni uzunluq üzərində yerləşir. Nə eyni enlik, nə eyni uzunluq üzərində yerləşir. Bu zaman necə edirik? Baxırıq ki, uzunluqlar əks meridianlardır. Əks meridian olduğunu necə bildik? Bunların cəmi 180 dərəcəyə bərabər olur. Meridianlar yarımçevrə formasındadır. Deyirik ki, əgər bu hissə 60 dərəcə qərb uzunluğudur, bu meridianın tamamı 120 dərəcə şərq uzunluğudur. Davamı yəni. Bu da bir çevrə yaradır. Bu çevrə əks meridianlar adlanır və yaxud da ki, antimeridianlar adlanır. Antimeridianların cəmi, yəni 120 dərəcə şərq, üstə gəlsin 60 dərəcə qərb, cəmi bizə verir 180 dərəcəni. İndi baxırıq məsələmizə ki, bizim məntəqəmizin biri 50 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğu bu hissədədir. Bu 50 dərəcə şimal enliyidir və bu hissədə bizim A məntəqəmiz yerləşir. Digər məntəqəmiz isə 70 dərəcə şimal enliyi və 60 dərəcə qərb uzunluğu bu hissədə yerləşir. Deməli, qütbdən keçərək
antimeridianlarda qütbdən keçərək ən qısa məsafəni hesablamaq mümkündür. Buna görə necə edirik? 50 dərəcə şimal enliyindən 90-a doğru gedirik. Neçə dərəcə gedirik? 90-a doğru 40 dərəcə gedirik. Daha sonra 90-dan isə 70 dərəcəyə 20 dərəcə əks meridianla hərəkət edirik. Deməli 40 üstəgəlsin 20, bu da edir 60. 60 dərəcə hərəkət etmişdir. Meridian üzərində 1 dərəcəmiz 111-dir. Ona görə 111-i vururuq 60-a və həqiqi məsafəni tapırıq ki, neçə kilometr hərəkət etmişdir. Bizə xəritə üzərindəki məsafə verildiyinə görə, bu həqiqi məsafəmizdir. Xəritə üzərindəki məsafə verildiyinə görə 33.3 sm biz miqyası asanlıqla tapa bilərik. Miqyas da bərabərdir. 6660 bölünsün 33.3, bu da edir 200 kilometr. Və cavabımız olur, ədədi miqyasa çevirəndə 1 bölünsün 200 arxasında 5 0. Beş 0 olur. Yəni D variantı. Dördüncü sualımıza baxırıq. Səyyahın hərəkətə başladığı məntəqə 90 dərəcə şərq uzunluğunda yerləşir və məntəqədə qütb ulduzu 60 dərəcə bucaq altında görsənir. 60 dərəcə bucaq altında görsənirsə, biz bilirik ki, qütb ulduzu hər şimal yarımkürəsində görsənir və hər bir enliyin dərəcə ölçüsünə uyğun bucaq altında düşür. Yəni 50 dərəcəyə 50, 40 dərəcəyə 40, 60 dərəcəyə də 60 dərəcə bucaq altında düşür. Deməli, məntəqəmiz 60 dərəcə şimal enliyində yerləşir. Və 90 dərəcə şərq uzunluğunda yerləşir. Daha sonra səyyah bu məntəqədən 180 dərəcəlik azimutla 2220 kilometr hərəkət edib. 90 dərəcə şərq uzunluğunun üzəri ilə 2220 kilometr hərəkət edib. Bölürük 111-ə. Meridian üzərində hərəkət etdiyinə görə alırıq 20 dərəcə. Deməli, cənuba doğru 20 dərəcə gəlib. Yəni 40 dərəcə şimal enliyinə doğru gəlib çatıb. Daha sonra deyir, şərq istiqamətində 40 dərəcənin üzəri ilə şərq istiqamətində hərəkət edib. Nə qədər? 1708. 40 dərəcənin üzəri ilə hərəkət etdiyinə görə biz bilirik ki, 40 dərəcə 1 dərəcəlik meridianın uzunluğu nə qədərdir? 85.4. Və burada bölərək baxırıq ki, 1708 bölünsün 85.4. 20 dərəcə alırıq. 40 dərəcənin üzəri ilə də 20 dərəcə şərqə doğru hərəkət edib. 90-dan 20 dərəcədə hərəkət edib və gəlib çatıb 90-ın üzərinə 20 gəlirik. 110 dərəcə şərq uzunluğuna gəlib çatıb. Məntəqəmiz olur 40 dərəcə şimal enliyi və 110 dərəcə şərq uzunluğu. D variantı. Bu da bizim 4-cü sualımızdır. 5-ci suala keçirik. 5-ci sualda deyir ki, ekvator üzərində 100 dərəcə şərq uzunluğundan şərqə doğru 80 kilometr məsafədə, 8880 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını müəyyən edin. 5-ci sualda ekvator üzərində 0 dərəcə 100 dərəcə şərq uzunluğudur. Buradan şərqə doğru gedir. Yəni şərqə doğru gedirsə deməli artır. Neçə dərəcə artır?
8880 bölürük ekvator üzərində getdiyinə görə 111-ə, tapırıq 80 dərəcə hərəkət edib və 110-un 100 dərəcə şərq uzunluğunun üstünə də 80 gəlirik. Baxırıq ki, gəlib çatıb 180 dərəcə meridiana. Məntəqəmiz nə oldu? 0 dərəcə və 180 dərəcə üzərində. Yəni 0 dərəcə nədir? Ekvator. Cavabımız olur D variantı. Digər məsələmizə baxırıq. Coğrafi koordinatları verilən məntəqələrin sahəsinin artmasına görə ardıcıl düzün. Sahəsinin artmasına görə deyirsə, deməli azdan çoxa doğru düzməliyik. Biz bilirik ki, yer kürə formasındadır və kürə formasında olduğuna görə ekvatorda məsafə daha böyük, qütblərə doğru isə məsafə daha kiçik olacaqdır. Ona görə də qütblərdən ekvatora doğru deməli məntəqələrin sahəsi artır. Deməli, birinci 70 dərəcə və 80 dərəcə arasındakı məntəqə daha kiçikdir deyirik. Birinci məntəqəmiz. Daha sonra ikinci 60 dərəcə ilə 70 dərəcə arasındakı məsafə ikinci o gəlir. Üçüncü isə deməli ekvatora daha yaxın ərazidir. 10 dərəcə ilə 20 dərəcə arasındakı məsafə isə digərlərindən daha böyükdür. Deməli cavabımız olur nə? Əvvəlcə 1 ən azdır, daha sonra 3, daha sonra isə 2 olur. 1, 3, 2 D variantı olur cavabımız. Yeddinci suala baxırıq. Şimal tropik xətti ilə cənub qütb dairəsi arasındakı ən qısa məsafə. Biz bilirik ki, tropiklər 23.5-dən keçir. 23.5-dən keçir. Şimal tropikini soruşur. Bir də cənub qütb dairəsini soruşur. Cənub qütb dairəsi isə 66.5-dən keçir. Bizdən bu tropik xəttin üzərindən qütb dairəsinə qədər, cənub qütb dairəsinə qədər olan məsafəni soruşur. Bu isə 0 dərəcədir. 23.5-dən 0-a doğru 23 dərəcəmiz var. 23.5 dərəcə var. Əks yarımkürələrdə qısacası əks yarımkürələrdə yerləşdiyinə görə toplayırıq. Biri şimalda yerləşir, digəri cənubda yerləşir. Bərabərdir 90 dərəcə edir. 90 isə eyni meridian üzərində olan məsafə olduğuna görə 111-ə vururuq. 9990 kilometr olur. Cavabımız olur A variantı. Baxırıq 8-ci suala. 8-ci suala deyir, Bakı şəhəri ilə ekvator xətti arasındakı ən qısa məsafəni 1 bölünsün 200 milyon miqyaslı xəritədə neçə santimetrdir? Bakı şəhərini çəkirik. 50 dərəcə şərq uzunudur. 40 dərəcə şimal enliyidir. Ekvatorumuz 0 dərəcədir. Bakıdan ekvatora qədər ən qısa məsafə 4440 olur. Niyə? Çünki 40 dərəcədir. 40 dərəcəni də 1 dərəcəlik meridian qövsünün uzunluğuna vururuq. Yəni 1 dərəcəlik meridian qövsümüz 111-dir. 40 dərəcəmiz nə qədərdir? X. X də bərabərdir 4440. Həqiqi məsafəni tapdıq 4440. Bölürük 200-ə. 200 də miqyasımızdır. 5 0 sildik və aldıq ki 200 kilometr. Və böləndə alırıq 22/2.
Niyə böldük? Çünki həqiqi məsafə bərabərdir. Xərtdəki məsafə vurulsun miqyas. Burada da bizə xərtdəki məsafəni soruşduğuna görə həqiqi məsafəni bölürük miqyasa və alırıq A variantını. Digər sual izahına baxırıq. A məntəqəsindən 180 dərəcəlik azimuta 2220 km hərəkət etdikdən sonra çəkirik məntəqəmizi. A məntəqəsi baxırıq ki, hansı meridian üzərindədir? 40 və 80 arasında. Yəni 40 və 80 arasında tam mərkəzdə yerləşdiyinə görə deyirik ki, 60 dərəcə şimal enliyidir. Və 40 ilə 60 dərəcədə şərq uzunluğudur. Necə tapdıq? Deməli, 40 ilə 80 arasında 40 dərəcə fərq var. Onun da yarısı edir 20 dərəcə. 40-ın üzərinə 20 dərəcəni gəlirik. 60 dərəcə şərq uzunluğunda yerləşdiyini təyin edirik. Deyir ki, buradan gedir 2220 kilometr hərəkət edir. Hara hərəkət edir? Cənuba doğru hərəkət edir. 20 dərəcə hərəkət edirsə, necə tapdıq? 20-yi 2220-ni böldük 111-ə. Bu da bərabərdir 20 dərəcə. 20 dərəcə hərəkət etdi. Gəldi hara? 60-dan çıxdıq. 20 dərəcə gəldi 40 dərəcə şimal enliyinə. 40 dərəcə şimal enliyindən isə 4270 kilometr hərəkət etdi qərbə doğru. Qərbə doğru hərəkət edir. 4270 kilometr hərəkət edir. Səyyah gəlib hara çıxır? Deməli, biz bilirik ki, 1 dərəcəmiz 40 dərəcənin üzərində 85/4-dür. Onda 4270 kilometrimiz nə qədərdir? X də bərabərdir. 4270-i bölürük 4270-i bölürük 85/4-ə. 50 dərəcə tapırıq. Deməli, 60 dərəcə şərq uzunluğundan 50 dərəcə hərəkət edib. 50 dərəcə hərəkət edibsə, qərbə doğru hərəkət edəndə deyirik ki, çıxırıq. Çünki uzunluqlar şərqə doğru artır, qərbə doğru azalır şərq yarımkürəsində. Deməli, 60-dan da 50 dərəcə hərəkət edibsə, gəlib 10 dərəcə şərq uzunluğuna çatıb. 40 dərəcə üzərində. Məntəqəmiz 40 dərəcə şimal enliyi, 10 dərəcə şərq uzunluğu olur. Yəni D variantı. Digər suala baxırıq. Hansı ifadə doğru deyil? Meridianlar 0 və 180 dərəcə arasında dəyişir. Düz fikirdir. Çünki deyirik ki, Greenwich ilə 180 dərəcə arasında olur şərq yarımkürəsi. 180 dərəcədən 0-a qədər olur qərb yarımkürəsi. Yəni 0-dan da 180-ə qədər olur qərb yarımkürəsi. Deməli, bütün meridianların uzunluğu bərabərdir. Bəli, biz bilirik ki, meridianlar qütbləri birləşdirir. Şimal qütbü ilə cənub qütbünü birləşdirir. Ona görə də bütün meridianların uzunluğu bərabərdir. Qütblərdən bərabər məsafədə çəkilən xətt ekvator xətti adlanır. Doğru fikirdir. Ekvator təm bölən adlanır. Deməli, yer kürəsini 2 yarımkürəyə, şimal və cənub yarımkürəsinə bölür. Greenwich xəttinin uzunluğu ekvator xəttindən uzundur. Greenwich'in uzunluğu ekvatordan uzundur fikri yanlışdır. Çünki Greenwich'in uzunluğu 0 dərəcəli Greenwich meridianı olur. Meridianların uzunluğu 40.009'dur. Greenwich meridianı isə meridian çevrəsinin uzunluğu 40.009'dur. Yarım çevrənin uzunluğu tapanda isə 2 yerə bölürük. Burada olur 20.000.
Ekvatorun uzunluğu isə 40.076-dır. Ekvatorun uzunluğu daha böyükdür Greenwich xəttinin uzunluğundan. Ona görə düzgün variantımız D variantıdır. Qütb ulduzu yalnız şimal yarımkürəsində görsənir fikri də görünür fikri də doğru fikirdir. Çünki biz deməli hər zaman deyirdik ki, şimal yarımkürəsində qütb ulduzu ancaq şimal yarımkürəsində görsənir, cənub yarımkürəsində görsənmir, görünmür. Deməli, 11. A, B, C, D xətti üzrə məntəqələri arasında məsafə 30 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu hesablayın. 11-ci sualımıza baxırıq. 11-ci sualda bizə əvvəlcə A ilə B arasındakı dərəcəni tapırıq. Yəni 10 dərəcə ilə 0 dərəcə arasında olur 10 dərəcə. Daha sonra B ilə C arasında baxırıq ki, əks yarımkürələrdə yerləşir. B 40 dərəcə qərb uzunluğudur, C 20 dərəcə şərq uzunluğudur. Cəmini tapırıq və olur 60 dərəcə. Daha sonra C-dən D-yə isə olur 10 dərəcə. Cəmini tapırıq və 111-ə vururuq. Niyə 111-ə vururuq? A, B və C, D eyni meridian üzərindədir, 111-dir. Digər B və C məntəqəsi isə ekvatorun üzərində olduğuna görə onu da 111 olaraq hesablayırıq. Deməli 80 dərəcə edir. 80-i vururuq 111-ə bərabərdir 8880 kilometr edir. Miqyasımız isə bu həqiqi məsafədir. Miqyasımız isə 30 milyondur. 30 milyonu da kilometrə çevirəndə 300 kilometr tapırıq. Və 8880-i bölürük 300-ə və alırıq 29. Xəttdəki məsafəni tapanda 8880-i bölürük 300-ə və tapırıq 29 onda 6. Cavabımız olur B variantı. 12-ci suala baxırıq. 12-ci sualda deyir ki, A, B, C, D məntəqələri arasındakı məsafə 44,4 sm təsvir edilərsə, xəritənin miqyasını təyin edin. Əvvəlcə A, B, C, D məntəqələrinə baxırıq. Baxırıq ki, yenə də eyni sxemdir, yəni 80 dərəcədir A, B, C, D məntəqələri arasında. Onda 111-ə vuranda yenə eyni qaydada 8880 kilometr edəcək. Bu dəfə xəritədəki məsafəni verib. Xəritədəki məsafə də bərabərdir 44,4-dür. Buradan biz miqyası tapırıq. Miqyas da bərabərdir 8880 bölünsün 44,4. Hər tərəfi 10-a vuranda 1 0 əlavə edirik. Aşağıda vergülü silirik. Vergüldən azad edirik. Və 2 arxasına 0 əlavə edirik. Və miqyasımız olur 1 bölünsün 20 milyon. A variantı. Digər sual izahına baxırıq. Bu olur bizim 13-cü sualımız. 13-cü sualda situasiya tipli sualdır. Deyir ki, A məntəqəsi ekvatordan şimalda 5550 kilometr məsafədə yerləşir. Ekvatoru çəkirik. 5550 kilometr şimalda yerləşirsə, eyni meridian üzərində olduğuna görə 5550-ni bölürük 111-ə. Tapırıq 50 dərəcə. Və A məntəqəsinin yerləşdiyi uzunluq isə Greenwich meridianından Greenwich meridianından ekvator xətti üzrə şərq istiqamətində 4400
40 kilometr məsafədə yerləşir. Qrinviçdən 4400, yəni Qrinviçdən ekvator üzərində dediyinə görə, yəni ekvatorun üzərində də 1 dərəcəmiz 111-dir. 4440 kilometr deyirsə, tapırıq dərəcəsini. X də bərabərdir 40 dərəcə. Qrinviçdə 40 dərəcə şərqdə yerləşir. Qrinviç buradadır. 40 dərəcə şərqdədir. 40 dərəcə şərq uzunluğunu tapırıq. Yəni 50 dərəcə şimal enliyi tapdıq. 40 dərəcə şərq uzunluğu. Bizə deyir ki, A məntəqəsinin coğrafi koordinatları Bakıdan hansı istiqamətdə yerləşir? Biz bilirik ki, Bakı 40 dərəcə şimal enliyidir. 50 dərəcə şərq uzunluğudur. Yəni bu enlik və uzunluğun kəsişməsində yerləşir. Bizim məntəqəmiz isə deməli Bakı 40 və 50-nin kəsişməsində yerləşir. Bir dəqiqə yenidən yazın bunu. Daha aydın izah üçün. Məntəqə oldu ekvatordan şimala doğru. Ekvatordur. Şimala doğru 50 dərəcə. Gəlir 50 dərəcə şimal enliyinə çatır. Bakı şəhəri 40 dərəcə şimal enliyindədir. Yəni 50-dən aşağıda yerləşir. Və Qrinviç buradadır. Qrinviçdən məntəqəmiz 40 dərəcə şərqdə yerləşir. 40 dərəcə şərqdə. Bakı isə dedik 50 dərəcə şərq uzunluğunda yerləşir. Ona görə deyirik ki, Bakı bu hissədədir. 40 dərəcə ilə 50 dərəcənin kəsişməsində olduğuna görə Bakı buradadır. Məntəqəmiz isə 50 dərəcə şimal enliyi ilə 40 dərəcə şərq uzunluğunun kəsişməsində yerləşir. Bizim məntəqəmiz Bakıdan hansı istiqamətdə yerləşdiyini soruşur. Yəni şimal-qərb istiqamətində yerləşir. 13-ün cavabı olur şimal-qərb. On dördə baxırıq. A məntəqəsi ilə şimal qütbü arasında ən qısa məsafəni tapın. Biz tapdıq ki, məntəqəmiz 50 dərəcə şimal enliyi, 40 dərəcə 50 dərəcə şimal enliyi, 40 dərəcə şərq uzunluğunda yerləşir. Şimal qütbü arasında qütbümüz 90 dərəcədir. 90 dərəcədən 50 dərəcə şimal enliyinə doğru biz bilirik ki, 90 çıxılsın 50, 40 dərəcə tapırıq aradakı fərqi. Buradakı fərq 40 dərəcədir. Onu da 111-ə vuranda 4440 edir. Baxırıq 15-ci sualımıza. 15-ci sualda deyir ki, miqyas 1 bölünsün 25 milyon. Bunu izahlı miqyasa çevirəndə 1 santimetrə 5 sıfır silirik. 250 kilometr tapırıq. A məntəqəsi ilə ekvator arasında. A məntəqəsi 50 dərəcə şimal enliyindədir. Ekvatorumuz 0 dərəcədir. Bu hissədən ekvatora doğru nə qədərdir? 50 dərəcə yerləşir. 50 dərəcə isə vururuq 111-ə. 5550 edir. Həqiqi məsafəmiz 5550-dir. Miqyasımız isə 250 kilometrdir. Miqyas isə 250 kilometrdir.
Xərtdəki məsafəmiz bərabərdir suala. Xərtdəki məsafəni tapanda da 5550 bölünsün 250-yə. 5550 bölünsün 250-yə. 22/2 alırıq cavabımızı da. Bu da 15-ci sualımızın izahı. İzahlarımız bura qədər. Sağ olun.